Her vaxtınız xeyir, əziz izləyicilər. Şənbə günü saat 8-i göstərir. Bir çoxlarınız yəqin ki, intizarla gözləyirsiniz ki, Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramı başlayır. Hoş gördük sizi. Bu sözü həmişə deyirəm, yəni təkrar edirəm. Ömrünüz həmişə sevinçli olsun. Kədər sizdən uzaq gəlsin. Həmişə sevincinizi bölüşün. Bugünkü qonağımız sizlərin çoxlarının tanıdığı və tanımadığı Şahbaz Abbasov. Gözəl Ağdamımızın, Qarabağımızın muğam sədalarından, muğam səslərindən biri. Şahbaz müəllim, xoş gördük. Gözəl ansamblımızı salamlayırıq. Efirdən bizi izləyən izləyicilərimizi izləyirik. Yenə Çəmənli kəndi, tanış kənd, doğma diyar, Ramal kafe. Herkesin zövqün oxşayan Azərbaycanımızın gözəl ləziz yeməkləri ilə həmişə burada istirahət edib, yaxınlarınızla bu gözəl kafenin gözəlliyindən zövq ala bilərsiniz. Şahbaz müəllim, bir daha sizi xoş gördük. Çoxdandır sizi heç yerdə görmürük. Nədənsə efirlərdə də, toylarda da az görgürsüz. Həmişə sevinçli dəqiqələrdə xalqımızın yanında olasınız. Buyurun, özünüzü və gözəl musiqiçilərimizi təqdim edin. Salam, hər vaxtınız xeyir olsun. Arzu TV izləyiciləri, mən də hər birinizi salamlayıram. Bu gözəl istirahət günü axşamında İlqar müəllim, çox sağ olun məni dəvət etdiyiniz üçün. Mən də başda Arzu TV olmaqla hər birinizə öz minnətdarım bildirim ki, məni dəvət eləmişsiniz bu gözəl verilişə. Çox sağ olun. İlk öncə özüm haqqında qısa məlumat verim. Mən Şahbaz Abbasov, Asaf Zeynallı adına musiqi kollecini bitirmişəm. İlk müəllimim mərhum sənətkarımız Vahid Abdullayev olub. Ondan sonra Sabir Abdullayev dərs verin mənə. Bir sözlə Abdullayev qardaşlarla bəhrələnmişəm. Bugünkü gündə mən onlara borçluyam. 23 illik musiqi məktəbində səs müəllimi işləyirəm. Və bu gözəl musiqiçiləri mən sizə tanıtmaq istəyirəm. Tarda Cabir müəllim, gitarada Ramal müəllim, zərb alətində Azər müəllim, qarmon müəllimimiz Üsal müəllim, gözəl ifaçımız, sintezatorda Şamil müəllim. Hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Bu qədər verməliyim, buyurun. Mən belə görürəm ki, Şahbaz müəllim, siz oxuyanda daha rahat olursunuz, nəinki danışmanda. Buyurun, gözəl bir ifa ilə tamaşaçılarımızı salamlayın. Thank you.
səbrinə qərarım var. Gedərlər dərdi bilməzlər. Gedərlər dərdi bilməzlər. Məni təklifi güzarə yüzün yad ilə bilməzlər. Bir aləmlə bax. Ay səri zülfün kimi yer, heç kəs mənim əhvalımı bilməz. Səri zülfün kimi yer, heç kəs mənim əhvalımı bilməz. Ay səri zülfün kimi heç kəs mənim əhvalımı bilməz. Kinanın tək qara bəxtim, pərişanı zigarım. Ay hücum eşki çeşmimdə, qəmim yoxdur fərağındayım. Hücum eşki çeşmimdə, qəm fərağında nələr eylər bu daşqın səlci dərya tək kənarım. Mehmet'ten çıkacağım, kurtulup benden. Nedir acı bu Mehmet'ten çıkacağım, kurtulup benden. Dedi ah esler sabreyle, benim de bir intizarım var. Kızları bay, gelen dilber. Kızları bay, gelen dilber. Yakın dilber. Sana
Şahbaz müəllim, biz hamımız bilirik ki, biz Azərbaycanda yaşayan Türklərin muğam ana laylasıdır. Yəni muğam bizim, xüsusən də Qarabağlıların, belə deyək də, deyir, külək əsəndə otlar da muğam üstündə səs çıxardırlar. Və bugün də ölkənin birinci xanımı, vitse-prezident Mehriban xanım muğama verdiyi dəyərdən sonra muğam dinləyicilərinin də, oxuyanların da sayı çoxalıb. Sizin tələbələrinizin arasında, sizin ümidlərinizi doğruldan tələbələriniz varmı? Ilqar müəllim, çox sağ olun, çox gözəl vurguladınız. Bəli, Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyevanın muğama göstərdiyi o qayğıdan sonra Respublikamızda muğama həvəs, maraq artmışdır. Bugünkü ildə bəli, mənim də şagirdlərimlə gəlib müəllim işləyən var. El şənliklərində oxuyanlarımız var. Var şükür. Yəni davamçılarımız var. Yəqin ki, bundan sonra da muğama olan maraq biraz da çoxalar. Sizin də tələbələrinizdən Azərbaycanımızı muğam sayəsində dünyada təbliğ edən tələbələriniz, şagirdləriniz yetişər və onlar da siz burada adlarını çəkdiyiniz bizim gözəl muğam ustadlarımız kimi onlar da bir gün sizin adınızı çəkər və sizin haqqınızda ürək dolusu danışarlar. Bir gözəl musiqi nömrəsi də gəlsin. Evlerin dalıda, evlerin dalıda, hayada hayada sensiz sensiz geçen günleri gelmesiz zaman sonra gelmesiz zaman sonra görmüşüm sevmişim isterim görmüşüm sevmişim
Ayrılırsan cananla ağla gözüm, ayrılırsan cananla her kimi görürsen şikayet eyle. Öldüm gittim, belki yarı görmedim. Kabe-i köyünü ziyaret eyle. Sen benim canım, ruhu revanım, sen benim canım, ruhu revanım, evleri şirinim, dönsen de hanım, dönsen de hanım. Bir saat görmesen tut zamanı, kapatacak başına kıyamet evler. Vakit bir şeydadır, dolanır bağı. Vakit bir şeydadır, dolanır bağı. Xəstədir dərmanı, dilbər dadağı, dilbər dadağı. Oyalma yanağı bir nurlu kağı, oyalma yanağı bir nurlu kağı. Allah bed nezerli selam. Aman 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 aman. Bahçamıza geldi bahar, yaşım benim sen. Geldim 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 ya. Bahçamıza geldi bahar, yaşım benim sen. Geldim geldim ya. Beni ya da sarsın, yüreğimi yansın. Beni ya da sarsın.
Teşekkür edirik əziz musiqiçilərimiz. Gözəl müşahiət insanı oxudur. Yəqin ki, Şahbaz müəllimin gözəl ifaların arkasında gözəl müşahiətçi sənətkarlarımız dayandığına görə Şahbaz müəllim də özünün bacardığını istədiyi kimi bizlərə çatdıra bilir. Çəmənli Ramal Kafe. Yüksək keyfiyyət, gözəl xidmət. İstifadə edib burada yay axşamlarının ləzzətini dada bilərsiniz. Əziz izləyicilər, sizin də aranızda gözəl oxunmaq qabiliyyəti olan musiqiçilərimiz, müğənnilərimiz, rəqs qruplarımız, aparıcılarımız, şairlərimiz, yazıçılarımız müraciət edib siz də Arzu TV'nin efirindən sevinçli dəqiqələrin qonağı ola bilərsiniz. Gözəl günləriniz həmişə gözəl musiqi ilə başlasın və musiqi hər zaman bizim yol yoldaşımızdır, bizim həmişə qida mənbəyimizdir. Hər kəsə gözəl günlər, gözəl ömür arzulayırıq. İstərəm məliğindən möhkəm yapışam, yüyürəm özümlə götürəm səni, hamıdan uzağa gizli bir yerə, dağların qoynuna aparam səni. Meşələr qoynunda gizləsin bizi, saadət, xoşbəxtlik izləsin bizi. Uyuyaq sevginin şirin qoynunda, qayalar çeşikdə gözləsin bizi. Xəyal tək suların üstündə üzək, unudaq dünyanın dərdi qəmini, xəyal tək suların üstündə gəzək. Səhriyə üz tutaq qum səhrasına, dönək səhraların qum sırğasına. Sevgidən o qədər güc alaq ki biz, güz gələk səhranın qasırğasına. Yaşayaq həyatın gözəl anına, sevginin birlikdə dadaq tamını. Xoşbəxtlər deyəndə bizi desinlər, sevgiyə bürüyək bütün cahanı, sevgiyə bürüyək bütün dünyanı. Hər kəsə sevgi dolu ömür arzulayıram. Sevin, Allah'ımızı sevin, Peyğəmbərimizi sevin, müqəddəs kitabımızı sevin, gözəl Azərbaycanımızı sevin, valideynlərinizi sevin, bir-birinizi sevin, sevin ki seviləsiniz. Hər kəsə sevinçli dəqiqələr efirindən sevgi dolu bir ömür arzulayıram. Buyur Şahbaz müəllim. Yüreğim canım yanım aylarına. Yüreğim canım yanım aylarına. Gelince benim kaygısam
Aşık çoktan derliyem deme, söylesem kurtarmaz ile derdimi. Aşık çoktan derliyem deme, söylesem kurtarmaz ile derdimi. Elden gelip yurdum yuvam meskenim, söylesen çekilmez bile derdimi. Babamın o yerde izi kalıptı, nenemin nəğmeli sözü kalıptı. Türkovuz yurdunun gözü kalıptı, Keysen derya yola dönerim. Ay parçaladım ey şapkalar vatani. Parçaladım şapkalar vatani, taptalarım heytalarım vatani. Kangallara çakalar vatani, Keysen derya yolar göle derdimi. Ay balam, ay balam, ay. Parçalı doğranıp, derbet doğranıp, bir aman doğranıp, şa doğranıp. Parçalı doğranıp, Tebriz doğranıp, bir aman doğranıp, Şuşan doğranıp.
Başım bəsti daha çalma dinləmi Sarı teli çal biraz unuda qəmi Əsər deyər gəlsin xoş günlərindəmi Darayın sazında Tələ dərdimi yanlara Əldən Gəlir mehrin məhəbbəti Bizim əldən yətədir Gəlir mehrin məhəbbəti Bizim əldən yətədir Ağlı şəkərləri Yüzüm əldən yətədir Ağlı şəkərləri Əziz izləyicilər, biz hər şənbə sizin görüşünüzə gəlirik. Fərqli məkanlarda, fərqli pavilyonlarda çəkilişlərimiz olur. Bugün də bizə ev sahibliyi edilədiyinə görə, qapıların bizim üzümüzü açdığına görə Ramal kafenin sahibi Samir qardaşımıza təşəkkür edirik və həmişə arzu edirik ki, onun qonaqlarının sayı çox olsun. Və məkan sahibləri də bizləri dəvət edə bilər. Siz çağırın, biz gələk. Kim bizi dəvət eləsə, biz onun məkanından da verilişlər çəkməyə hazırıq. Və mən üzümü tutub buradan bütün sənətkarlarımıza deyirəm. Ticarətinki reklam olduğu kimi, sənətkarınki da efirdir. Çalışın efirlərdə görükün. Efir insanı çox tanıdır və onun sənətə hörməti biraz da çoxalır. Musiqiçilərimizə təşəkkür edirik. Bir gözəl musiqidə, bir gözəl ansambldan qonaqlarımız üçün, bizi izləyənlər üçün musiqi təqdim edək.
Sizə və musiqiçilərimizə təşəkkür edirik. Yəqin ki, izləyicilərimiz bu axşamdan zövq alacaqlar. Mən görürəm ki, siz danışmaq istəmirsiniz. Əslində, bəlkə də düz edirsiniz. Elə danışmağa xərclədiyiniz o nəfəsi musiqidə bir boğaz eləyirsiniz. Buyurun, bir musiqi eşidək sizdən.
seyirciler, musiqiçilərimize bir daha teşekkür edirik. Beləcə Arzu TV'nin efirində Sevişliyə görə proqramının sonuna çatdıq. Yeni efirlərdə, yeni görüşlərdə görüşmək ümidi ilə Allah'a emanet olun. Özünüzü koruyun.